Ərəstuma qoşub efirə. Ərəstuma xoş gördük. Salam Qurban bəy, hər kəs salamlayıram. Mən çox üzr istəyirəm ki, görüntülü qoşula bilmirəm, başqa yerdəyəm. Buyurun, buyurun. Mənim bu müzakirələrlə bağlı bircə kəlmə sözüm var, icazənizlə. Buyurun. Mən ilk növbədə, yəni bilirsiniz də, 13-cü ildən durmadan mənim əleyhimə bu şeylər gedib, bir dəfə də reaksiya verməmişəm. Bircə dəfə reaksiya verdim sizin efirdə, təxminən 10 gün bundan əvvəl. Bir həftədə özlərinə əl qatıblar. Bir həftədir şivən salırlar. Niyə? Çünki dediyim şey o qədər dəqiq bir şeydir ki, özləri də yaxşı bilirlər. Oyunların içində özləri olublar, mən olmamışam. Ona görə birinci mən xəbərdarlıq eləyirəm. Sakitləşin, onlara xəbərdarlıq eləyirəm. Məcbur eləməyin, danışmaqda davam edeyim. Çox peşman olacaqsınız. Unutmayın, siz əl buyruqçusu olanda mən o mətbəxin tən ortasında olmuşam. Özdə o illərdə. Nələr baş verdiyini də 5 barmağım kimi bilirəm. Amma müəyyən mənəvi öhdəliklər var ki, onlara qapılıb illər boyu susmuşam. İllər boyu. Bugün də sizin davranışınızdan asılı olaraq susmaqda davam edəcəm. Amma bu dəfə danışsam, bu axırıncı dəfə olacaq, bunu söz verirəm. Amma əsas mesajım onlara deyil, Qurban bəy, inanın, onlar mənim üçün yoxdular. Mən hələ 11-ci ildə demişəm ki, onlar hakimiyyət görə bilməzlər. Çünki o siyasi dünya görüşlə, siyasətə o cür yanaşmayla hakimiyyətə gəlmək olmaz. Heç elə hakimiyyət lazım da deyil. Mənim sözüm bilirsiniz kimlərədir. Tabii gəlib adamı qınıyırlar. Ki, nə bilim, bu güya mənəvi dəyərlərimizə ziddir, adam həbsdədir filandır. Mən bu adamlara, bunu belə yazan, belə söz deyən adamlara mənim buradan bir mesajım var. Ya gəlib bunu deyəndə göstərin ki, mənim haqqımda böhtanlar atılanda, küçə söyüşləri deyiləndə, mənim ünvanıma bunlar ağız-ağıza verib sürü ilə mənə uşaqbaz yazanda reaksiya vermişsiniz və o reaksiyanı mənə göstərin. Mən gəlib o ağıllı şərh yazan o ictimai əxlaq müdafiəçiləri, dırnaq arası, onları nəzərdə tuturam. Ya da məndən son dərəcə ağır cavab alacaqsınız. Belə şey olmur. Qurbanı söyəndə Ərəstun haqlıdır. Qurban Ərəstunu söyəndə Qurban haqsızdır. Belə şey olmur. Bax, bu şeyi gəlib mənə deyənlərə xəbərdarlıq eləyirəm. Ən amansız şəkildə təhqir olunacaqsınız. Çünki siz ləyaqətsizlik eləyirsiniz. İllər boyu haqqımızda danışılana bir dəfə səsinizi qaldırıb etiraz eləməmişsiniz. İndi gəlib mənə etiraz edirsiniz. Niyə? Çünki Ərəstun Oruclu təhqirlə cavab vermir. Deyil. Aldadır sözünüzü. Ərəstun Oruclu elə təhqirlər eləyə bilər ki, bəlkə siz heç o sözləri eşitməmişsiniz. Ona görə mən gəlib mənə əxlaq, mənəviyyat dərsi keçmək istəyənlərə deyirəm, sizin kimisinin nəslini qabağıma qoyub əxlaq, mənəviyyat dərsi keçərəm və hamınızdan da əxlaqlı, mənəviyyatlı adamam ki, illər boyu susmuşam, illər boyu bircə dəfə danışmışam, aləm qarışıb bir-birinə. Siz elə bilirsiniz, Ərəstun Oruclunun danışıqlarına hakimiyyət reaksiya vermir, ona görə ki, axmaqdır. Xeyr, hakimiyyət çox qəşəng bilir. Ərəstun Oruclu partizan metodundan hərəkət eləyir. 11 gülləsinin birini atır, özdə xalastoyunu, rus dilində desək. Yəni, boş gülləni, ancaq səs salan gülləni. Qalan güllələri hazır saxlayır ki, ağzını açasan, başını çıxardasan, alnın ortasından vursun. Ona görə deyirəm, xəbərdarlıq eləyirəm. Kimsə gəlib mənə əxlaq, mənəviyyat norması təqdim eləmək istəsə, öz əxlaqına dair də ən axırıncı cavabı eşidəcəkdir. Yox, əgər bu adamlar vaxtı ilə mənə böhtan atılanda etiraz eləyiblərsə, sübutunu qoysunlar ortaya, desinlər konkret hansı halda eləyiblər bunu, mən qəbul eləyirəm onların iradını. Ədalətsizlik eləmirəm. Amma illər boyu bir insana qarşı
təhqirə, böhtana, qara yaxmaya, şərə susasan və indi o cavab verəndə gələsən ki, yox, nə danışdın, bizim əxlaqımıza uyğun deyil. Mən hələ bilmirəm sənin əxlaqın nədir. Mən sənin əxlaqın varmı? Ona görə çəkinsinlər bu yoldan. Kəsinliklə türklər demiş, xəbərdarlıq eləyirəm. Mən hələ susmuşam. Mənim bir dənə boş gülləm bəs elədi ki, bir həftə bunlar şivən salıb özlərini əl qaçsınlar. Bəs mənim 23-cü ildə özüm, ailəm, uşaqlarım Bakıda təzyiqə məruz qalanda bunlar kampaniya aparanda Kərəsli Oruclu hakimiyyətlə anlaşıb və gəlib Bakıya, onda niyə reaksiya vermirdilər bu adamlar? Onda niyə bu adamlar deyirlər ki, bir dayanın, qoy görək nə baş verir? Rəsmi Oruclu hakimiyyətlə anlaşmışdı. Hə, ona görə cinayət işi açdılar. Ona görə cinayət işi açdılar. Azərbaycan siyasətində bu tərbiyəsizliyə son qoyulmalıdır. Azərbaycan siyasətində bu əxlaqsızlığa son qoyulmalıdır. Və bunun son qoyulmaq nümunəsi kimi, mən belə üzr istəyirəm, bir ilkin nümunəsi kimi, orada iştirak eləmiş bir ağsaqqaldan xahiş edirəm. Hələlik xahiş edirəm. Vidadi müəllim, deyirsə sizin müəlliminiz olubdur. Həmişə mənim üzüm, bəli, Vidadi Mirkamal həmişə mənim üzümə gülən, mənə tərif deyən adam. Mən xahiş edirəm, Vidadi müəllim çıxsın, sadəcə izahat versin ki, Eldar Namazovun başqa bir variantı deməkdən nə nəzərdə tuturdu? Mənim də ona cavabım olacaq. Elə Eldar Namazovla onların əməkdaşlığından bağlı. Mən bir daha Vidadi müəllimə müraciət edirəm. Bilirsiniz, mən orada o qalan adamlara müraciət eləməyi özümə yaraşdırmıram. Amma Vidadi müəllimlə mənim münasibətim başqa cür olubdur. Mən onu başqa cür tanımışam. Ona görə xahiş edirəm, çıxsın Vidadi müəllim, hər hansı bir şəkildə, eyb yox, istəmir bunu ictimai şəkildə eləsin, özümə yazsın. Ki, görüm o nəyi nəzərdə tuturdu? Məni Eldar Namazovla niyə müqayisə edirdi? Vidadi müəllimdən mən cavab gözləyirəm. Təəssüf. Yox, mən təəssüf eləmirəm. Bax, belə şeylər hər kəsin iç yüzünü açır. Belə şeylər hər kəsin iç yüzünü açır. Göstərir kim kimdir. Mən küncdə bucaqda danışmadım ki, mən sizin efirdən danışdım. 60 min adam baxıb ona. 60 min, 62 min, 63 min insan baxıb ona. Mən küncdə bucaqda danışmamışam. Mən açıq danışmışam. Bundan sonra da açıq danışacağım. Mənim gizlənib danışmaq üçün heç bir motivim yoxdur. Mən heç kimin qarşısında suçlu deyiləm. Heç kimin qarşısında gözüm kölgəli deyil. Həyatım boyu heç kimdən bir dənə çök də almamışam. Niyə mən çəkinməliyəm? Niyə mən gizlənib danışmalıyam ki, sonra da hökumət bunu çəkib yaysın? Ya elə işlərindən kimsə hökumətin kanalını qoşub ora. O da öz işləridir, onu özləri bilən. Mənim üçün ona əhəmiyyət verir. Amma dediyim kimi, mən Vidadi müəllimdən izahat gözləyirəm. Ağsaqqal adamdır, ola bilər də, nəsə deyibdir. Bəlkə pis mənada deməyibdir. İstəmir durub açıqlama versin, özümə müraciət eləsin. Desin ki, nəyi nəzərdə tuturdu? Bəlkə də bununla söhbət qapadılacaq. Amma bildiyim qədər, bu adamlar Eldar Namazovla ilə bir yerdə Milli Şura yaradırdılar. Birinci gündən Eldar Namazov olub da və məndə olan məlumata görə Rusiyadan gələn 300 min dollar pulun da 200 min dollarını Eldar Namazov həzm edib. Çıxıb aradan. 100 minin ötürüb bunlara, 200 min götürüb çıxıb aradan. Ağıllı adamdır. Qurban bəy, ola bilər elə fakt olub və ya olmayıb, mən bilmirəm. Ola bilər, hər şey ola bilər. Mən bu söhbətə toxunanda Eldar Namazovla əməkdaşlığın tarixinə gedəcəm. Onda çoxları peşman olacaqdır. Bax, bunu da deyirəm, bilsinlər. Cavab gözləyirəm. Bunları demək istəyirdim. Təşəkkür edirəm. Sağ olun. Baron, sağ olun. Mən Bədəfi İmarəsi adından Rəsulümə təşəkkür edirəm. Təbii dostlar, mən istəməzdim və istəmirəm ki, bu şəxsi münasibətlə biraz da gərginləşsin, dərinləşsin, qətiyyən. Allahım şahiddir.